5 və daha çox uşağı olan analar 5 il daha tez pensiya hüququ qazanırlar. Amma bəzi ailələrdə uşaq sayının 5-dən az olmasına baxmayaraq onlara da eyni güzəşt tətbiq edilməlidir. Bu sözləri Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bugün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. Millət vəkili təklif edib ki, həmin ailələrə uşaqların sayına görə güzəştlər edilsin. Komitə sədri Musa Quliyev isə ümumilikdə çox uşaqlı ailə anlayışına yenidən baxılmalı olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən 5 və daha artıq uşağı olan ailələr çox uşaqlı hesab olunur. Keyfiyyət meyarları əsasında güzəştli pensiya hüququnun müəyyənləşdirilməsini müzakirə edək. Məsələn, uşaqların sayına görə analar daha tez pensiya çıxmaq hüququ qazana bilərlər. Əslində bu onu gətirib çıxara bilər ki, 5 və daha artıq, yəni çox uşaqlı ailələrdə fiks rəqəm deyil, uşaqların sayına uyğun olaraq pensiya yaşında azalmaları müəyyənləşə bilər. Dövlət proqramının qəbul olunması barədə də düşünməliyik, hökumətə də təkliflərimizi verməliyik. İnsanların təbii artımı tempo aşağı düşübdür və 10 il, 12 il bundan əvvəl bizdə ildə 150 min, 160 min uşaq doğulurdursa, indi onların sayı təxminən 100-110 minə qədər inmişdir və bu tendensiya, bu meyil təəssüf ki, davam edəcəkdir. Buna görə də hesab edirəm ki, daha 5 və daha çox uşağı olan ailələrdən bir qədər sayı azaltmaq barədə düşünmək olar çox uşaqlı ailə anlayışını və onda sizin dediyiniz həmin o spesifik yanaşmanı da, seçmə qaydalı yanaşmanı da biz tətbiq edə bilərik.